Bəs siz bilirdiniz ki, bu tek dırnaqda istifadə olunmur. Bunun başqa siri də var. Bundan rəssamlar da istifadə edir. Harda və necə indi izah edəcəm. Yəqin ki, bəzi xarici rəssamlarda görmüsüz ki, hiperrealizm üslubunda işləyir. O qədər üz cizgiləri canlı görsənir ki, tük effekti, yəni saqqal olsun, üz cizgilərindəki o qırışlar olsun. Elə bil ki, bu dəqiqə həmin o kağızdan çıxacaq. Məsələn, o effekti mən şəkillərimdə də göstərmişəm. Görürsüz, realizm üslubundadır. Bəzilərində bundan istifadə eləmişəm və harda necə istifadə eləmişəm indi izah edəcəm. Dediyim kimi, saqqal effektini belə təbii şəkildə göstərmək üçün siz bundan istifadə edirsiniz. Necə? Tutaq ki, burada sizdə saqqal var, düzdür? O saqqalın tük effektini vermək üçün və ya hansısa gözün, məsələn, qırışını, üzün qırışlarını göstərmək üçün siz istədiyiniz formada bunları xətlə qeyd edirsiniz. İndi mən sadəcə saqqalın formasını göstərirəm. Bu adi kağızdır. Bununla da üstündən keçirəm, biraz möhkəm basıram ki, belə bir xəttlər qalsın. Görürsüz, belə bir xəttlər qaldı. Əl vuranda da bunun teksturası var. Yəni siz öz rəsmlərinizdən belə keçsəz də görəcəksiniz ki, maraqlı teksturası var, sanki canlıdır. İndi həmin bu çəkdiyimiz xəttlərin üstündən karandaşla belə keçsək, tonlamanı versək, görürsüz nə effekt yaranır burada. İndi onun saqqalda siz göstərsəz, saçda göstərsəz, qırışlarda dediyim kimi göstərsəz, görün maraqlı alınır ya yox. Mənim səhifəmdə belə məlumatlar çoxdur. Əgər sənə də maraqlıdırsa, takib et və izlə məni. Bundan əlavə portret sifarişləri qəbul edirəm və rəsm dərsləri keçirəm onlayn şəkildə. Maraqlıdırsa yaz mənə.